indiki götürsə, biz immiqrant həyatı yaşayırıq. Sən də bu həyatı yaşayırsan, ona görə sənə bunu rahat deyirəm, anlayırsan. Tamaşaçılarımızın arasında, bizi dinləyənlərin arasında bizim statusumuzda olanlar varsa anlayacaqlar. İmmiqrant həyatı kim nə deyir desin, yarımçıq bir həyatdır. Kim nə deyir desin, yarımçıq bir həyatdır. Sənin bol uğurların da ola bilər, sənin çox şeyin ola bilər, həyatda çox şeyə nail ola bilərsən, çıxarsan, gedərsən, fərqli ölkələrdə yaşayarsan, fərqli, amma sən yarımçıq yaşayırsan hər şeyi. Sən nə oralı ola bilirsən, nə buralı ola bilirsən. Hə, bəlkə sənin evlatların və ya onların evlatları gələcəkdə tam şəkildə olduqları yerə uyğunlaşırlar və amma sən şuurlu həyatının ciddi bir hissəsini bəlli bir yerdə yaşamısansa, sən gəldiyin yer nə qədər yaxşı yerdə olur olsun, özü tam ora aid hesab edə bilmirsən. Və bu artıq sənin bir növ həm psixoloji, həm sosial belə deyək, problemlərə səbəb olur özlüyündə. Bu anda sənə dəstək lazımdır, sənə dayaq lazımdır və həqiqətən belə deyək, sənin ailə qurduğun insanın səninlə yol yoldaşı olması çox vacibdir.